İcazə verin, indi dəvət edeyim hörmətli Ərəstun bəy, başlayaq. Ərəstun bəy, xoş gördük. Hər vaxtınız xeyir, Qurban bəy. Bütün Azərfilm izləyicilərini salamlayıram. Hər kəsə bizi izlədiyinə görə təşəkkür edirəm. Hörmətli ziyalımız, hüquqşünasımız, silahdaşımız Ataxan bəyə təşəkkür edirəm. O möhtəşəm yazıya görə. Çünki o yazıda məsələnin bütün aspektlərini dərin, analitik və hüquqi şəkildə, siyasi kontekstdə həmçinin ifadə edibdir. Əvvəla bir daha sizə təşəkkür edirəm. Çünki bu verilişin təşəbbüskarı mən olmuşam. Xahişi mən istəmişəm, eləmişəm sizdən. Və bizi izləyən hər kəsə də bir daha təşəkkür edirəm. Həqiqətən bugün əmin oldum, bax bu rəqəmi görəndə ki, bu qədər insan bizi izləyir. Təsadüf deyildi ki... Hal-hazırda üzr istəyirəm, 11.777 YouTube-da bizi izləyən var. Hər kəsə təşəkkür edirəm və təsadüfən müraciət eləmədim mən. Təşəkkür edirəm ki, müraciətimi qəbul elədiniz. Bu cinayət işi haqqında əslində mən qısaca 2 post yazmışdım Facebookda və bir sıra xarici, yəni xaricdə olan Azərbaycan media resurslarına qısa açıqlama vermişdim və bununla da dayandırmaq istəyirdim. Niyə görə? Çünki əslində burada heç bir şey yoxdur. Azərbaycanda minlərlə vətəndaşa açılmış saxta cinayət işlərindən biridir. Amma məhz bu xəbər çıxandan sonra mən bir nəfərdən mesaj aldım. Əlaqə yaratdım, adamla danışdıq. Adam dedi ki, səncə bu işi niyə açıblar? Sən doğrudan heç vaxt çevriliş, filan çağırışlar eləməmişsən, əksinə bunun əleyhinə danışmışsan hər zaman, bunun əleyhinə çıxmışsan. Mən öz ehtimallarımı dedim, dedi yox, elə deyil. Nə dedim, dedi yox, elə deyil. Və adam birdən mənə dedi ki, çox çirkin bir kompromat oyunu başlayır. Bunu sənin üzərindən həyata keçirmək istəyirlər. Dedim, mənə nə dəxli bunun? Dedi, mən ABA mediada elə biraz əvvəl sənin çıxışına baxdım. Çox balanslı, çox təmkinli, sakit çıxış idi. Mən də başa düşdüm ki, səni buna cəlb eləyə bilməyəcəklər. Amma hər halda cəhd eləyirlər. Nəysə, çox əhəmiyyət vermədim bu məsələyə. Dünən səhər açılanda gördüm bir nəfərdən mesaj gəlib. Şəbəkələrin, messengerlərin biri üzərindən danışdım. Tamam başqa bir qütbdən, başqa bir sferadan olan şəxsdir. Adam mənə eyni şeyi dedi. Dedi ki, Azərbaycanda böyük bir kompromat müharibəsi hazırlanır və misal gətirdi Elman Nəsirova qarşı olanları Fəzail Ağamalıya. Ki, bunun mənası nədir? Fəzail Ağamalı hara, Elman Nəsirov, mən hara? Dedi, yox, məsələ ondadır ki, məhz onların hər ikisinin ailəsi ilə bağlı belə bir konflikt yaratmaq, bu onlara mesaj deyildi. Elman Nəsirov, Fəzail Ağamalı kimdir ki, onların danışığı yalnız və yalnız onlar kimin əleyhinə danışırsa, o adamlara xeyir gətirə bilər. Müsbət dividend gətirə bilər. Bunlar ölkədə ciddi qəbul olunan adamlar deyil. Yəni, mən onun fikirlərini deyirəm. Dedi, bu işə səni cəlb eləmək istəyirlər. Dedim, axı, mən necə cəlb eləyə bilərlər? Dedi, səni qıcıqlandırırlar, sən kəskin ritorika ilə danışırsan, radikallaşırsan və ondan sonra ortaya kompromatlar atırlar, çox biabırsı ifşedici materiallar, dövlət rəhbərləri haqqında və bunu sənin adınla bağlayırlar. Onda mən düşündüm ki, biz bugün bu müzakirəni aparmalıyıq və həm də ona görə ki, belə bir hadisə artıq olub mənim həyatımda. 2015-ci ildə. Əziz izləyicilər, əziz həmvətənlər, bir damıza təşəkkür edirəm. Ola bilər ki, mənim çıxışım zamanı, bizim müsahibə zamanı biraz qeyri-müəyyənliklər olar. Xahiş edirəm, nəzərə alın. Elə insanlar var ki, mən onların adını çəkə bilməyəcəyəm. Ona görə ki, hər kəsin ailəsi var, uşağı var. Mən İlham Əliyev və onun hakimiyyəti deyiləm ki, durum Ərəstun Oruclu'nun haqqında
belə hayla küylə bir cinayət işi açılması barədə məlumat yayım. Onun bütün tanışları, ölkədə onun tərəfdarları, qohum əqrabaları arasında bir çaşqınlıq yaradım. Xeyr, o mənim əxlaqım deyil, o mənim davranış normam deyil. Ona görə o kəslərə ki, müəyyən problemlər yaşana bilər, yarada bilər mənim çıxışım, mən onların adını çəkməyəcəm. Amma sizə əmin edirəm ki, kimə lazımdır, hər kəs başa düşəcək söhbət nədən gedir. Deməli, Qurban bəy, 2015-ci il, niyə mən bu dövrü xatırladım? Təxminən bu günlərə təsadüf eləyir. Eldar Mahmudovun komandası vuruldu. Və başladı həbslər, ucuzdan tutma işdən azad etmələr, MTN-dəki Eldar Mahmudov bandasında və günlərin bir günü axşam ben Badamdar'da yaşayırdım. Qapının zəngi basıldı, həyat evidir. Çıxdım, açdım, gördüm bir tanımadığım adamdır. Dedi, Rəstum müəllimdir. Dedim, bəli. Dedi, bəs sizi bir nəfər görmək istəyir. Dedim, qardaş, kimdir o bir nəfər? Dedi, valla bilmirəm, mənim müdür dedi ki, get Rəstum müəllimin evinə, onu dəvət elə. Dedim, müdür kimdir bəs? Dedi, filan kafenin müdürü. Kafe də bizim evin yaxınlığındaydı, küçənin hinində. Dedi ki, qorxmayın. Dedim, nədən qorxasıyım? Gedək. Axşam saatlarıydı. Artıq hava qaralmışdı, payız vaxtıdır. Getdim, daxil oldum o kafenin ərazisinə. Orada kabinetlərdən birinə müdür qarşıladı. Bilirdim ki, oranın müdürüdür. Yəni, yaxında mağaza var idi. Daim oradan alış-veriş edirdim. Tanıdığım yer idi. Dedi, kesin 3-cü kabinetə. 3-cü kabinetə keçdim. Qapını açanda elə bir adamı gördüm ki, inanın ki, mən orada İlham Əliyevi, o zaman ABŞ-ın keçmiş prezidenti olmuş Bill Clinton'u və ya ABŞ-ın prezidenti olan Barack Obama'nı görsəm bu qədər təəccüblənməzdim. Mən bu adamın şəklini görmüşdüm. Onun demək olar ki, bir şəkli var. Onu sosial medyalarda yayırlar, resurslarında. Bu kim idi? Hal-hazırda Haqqın dərgahında olan İlqar Əliyev. Milli Təhlükəsizlik Nazirliyinin, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin antiterror baş idarəsinin rəis müavini. Hansı ki bu adam və onun rəisi Elçin Quliyev birbaşa mənə dair iş aparırdılar orada, illər boyu. Dedi ki, məni gördü, mən təəccübümü gizlətmədim sözünü. Baxdım buna belə təəccüblənmiş. Dedi, narahat olmayın. Dedim, mən sizin heç dirinizə narahat olmamışam. Ölünüzə niyə narahat olmalıyam ki? Dedi, əyləşin, xahiş edirəm. Mənim sizə çox vacib sözüm var. Təbii, mən heç vaxt düşmənimdən də qorxmamışam kontakta girməkdən. Oturdum, dedi ki, bəs siz bəlkə inanmayacaqsınız, mən niyə sizə müraciət eləmişəm? Amma deməliyəm bunu. Dedim, buyurun, fərqi yoxdur. Dedi, bəs mənim sizdə bir əmanətim olacaqdır. Dedim, mənə illər boyu məni izlədən, mənim özümün, uşaqlarımın, ailə üzvlərimin telefonunu dinlədən, evimə, maşınıma dinləyici qurğu qoyan, məni qəziyə salmağa çalışan və birdən siz mənə müraciət edirsiniz. Dedi, bilirsiniz, artıq şərait dəyişib. Dedim, o sizin üçün dəyişib, mənim üçün heç nə dəyişib. Amma təbii ki, mən danışığa gəlmişəm, söhbətə gəlmişəm, əyləşdim. Dedi, çay için, dedim, mən sizə çay içməyəcəm. Dedi, niyə mən düşmənəm? Dedim, mən düşməndən çay içərəm. Amma ləyaqətli düşmənəm. Sizin kimisindən dost olsam belə çay içmərəm. Sözünüzü deyim. Dedi, mən sizə bir, dediyim kimi, əmanət çatdırmalıyam. Və çıxartdı bir flashkart qoydu masanın üzərində. Dedim, o nədir? Dedi, bizim hamımızı zibilə salan flashkart. Dedim, bizim deyərkən, dedim, Milli Təhlükəsizlik Nazirliyi. Dedim, mən anlaya bilmirəm. O flashkartdan məlumatım var. Dedi, nə məlumatınız var?
Dedim onu sizin monitoring mərkəzindən böyük pul məbləğində bir nəfər alıb, ötürüb başqa bir adama, bir general başqa bir generala, o da çatdırılıb İlham Əliyev. Bilirəm ki, orada ciddi kompromatlar var, telefon danışıqları, video çəkilişlər, fotolar və s. Bunu mən bilirəm. Dedi, demək siz bunu da bilirsiniz. Dedim, bəli, bilirəm. Amma mənim bir sualım var. Niyə mən? Dedi ki, mənim bacım qızı dedi, ya qardaşım qızı tələbədir, sizin tədbirlərdə çox iştirak edib. Mən sizi illər boyu dinləmişəm, özüm şəxsən dinləmişəm. İzləmə materialları, yazışmalar filan, hamısına nəzarət eləmişəm. Amma indi dediyim kimi şərtlər dəyişibdir. Mən bilirəm ki, sizin heç bir yerə bağlılığınız yoxdur. Dedim, onu düz bilirsən. Amma bilə-bilə yalanlar yazmışsın mənim haqqımda. Gah məni İran kəşfiyyatından əlaqələndirməyə çalışmış. Dedi, İran yox. Dedim, İran yox, Rumıniya. Mən bilərəkdən İran. Gah Almaniya, gah nə bilim, mason təşkilatları, gic-gic şeylər. Dedi, Eldar Mahmudov israr eləyirdi ki, sizi həbs eləyək və çalışırdı buna, amma imkan vermirdilər. Dedim, tamam, bunu başa düşdüm. Dedim, mənim bacım qızı sizin tədbirlərdə iştirak edib. Bir dəfə ondan belə heç marağımı göstərmədən soruşdum. İçin haqqında o qədər müsbət danışdı ki, hamıya diqqətlidir, hər bir problemi özü həll edir və s. O zaman mən beynəlxalq tədbir təşkilatda işləyirdim və tədbirlər seçirdim gənclər üçün treninqlər. Yəqin siz bilməmişsiniz mənim qohumum olduğunu, dedim, bilirdim. Adı da filandı. Dedi, bəli. Bəs niyə qovmurdunuz tədbirdən? Dedim, niyə qovmalıydım ki? Cavan bir uşaqdır, işıqlı bir uşaqdır, gəlir öyrənməyə və düşünürəm ki, hətta sizin əxlaqla, mənəviyyatla siz öz doğma bacınız mı dedim, yadımdan çıxdı qardaşının qızını bu işlərə cəlb eləməzdiniz. Üstəlik də sizin orada başqa bir agentiniz var idi. Gəlirdi o tədbirlərə. Dedi, kim? Dedim, xristiyan icmasına yeritdiyiniz başqa bir xanımdır. Ondan mənə qarşı istifadə eləməyə çalışmışdı. Dedi, bunu da bilir. Dedim, onu da bilirəm. Ayrı nə maraqlandırır? Dedi, bir deyim nəyi bilirəm. Dedi, belə çıxır ki, biz illər boyu bir-birimizə qarşı işləmişik. Dedim, siz mənə qarşı işləmişsiniz, mən də sizə qarşı. Neynəməliydim? İndi deyin görün, bu flashkart nədir? Dedi, siz bildiyiniz flashkartın surətidir. Dedim, qayıdıram suala. Niyə mənə? Dedi, məni həbs eləyəcəklər. Mən sizə güvənirəm, çünki sizi tanıyıram. Dedim, güvənirəm dedikdə nəyi nəzərdə tutursunuz? Dedim, mən bilirəm ki, bir gün bu şeyləri yaymaq lazım olacaq. Dedim, yox, mən onları yaymayacağım. Dedi, qorxmayın. O artıq çox əllərdə var. Əgər iki generalın əlindən keçib gedibsə, onların ən azı hər biri onun surətini çıxarıb. Nə yalan danışım, götürdüm. Amma bilirdim ki, burada məndən istifadə etməyə çalışırlar, özlərini xilas etmək üçün. Çünki onun rəisi olmuş, ikinci bir yaramaz, bugün həbsdə olan Elçin Quliyev, general-mayor, antiterror mərkəzinin rəisi olmuş, 10 il iş alıb səhv eləmirəmsə, o özünü xilas eləmək üçün Naxçıvan Milli Təhlükəsizlik Naziri olmuş o dövrdə Vəli Əsgərovu satmışdı Vasif Talıbova. Ki, Vasif Talıbov qarşılığında bunu qorusun. Çünki Vəli Əsgərov Vasif Talıbovun evinə dinləyici qrubu yerləşdirmişdi, kabinetinə, evinə və Elçin Quliyev də onu satmışdı özünü Vasif Talıbovun himayəsindən qorumaq üçün. Bu iki adam MTN-də daim satqın iş verən kimi tanındı. Və onun sayəsində də bunlar vəzifədə eləmişdilər. Orada bir sual da oldu. Dedim, məni bir sual maraqlandırır. Dedi, nədir? Dedim, falan kəsi siz niyə ölkədən, şəhərdən qovdunuz, mərkəzi aparatdan? Özdə çağırıb tapşırıq verdiniz ki, bir gecənin içində səhər sən Gədəbəydə işə çıxmalısan. Dedi, pul atmışdı. Güldüm. Dedim, ilahi, ölkənin milli təhlükəsizlik orqanının halına baxın.
Rəis müavini çağırır, işçini deyir ki, sən mənə pul atmısan, ona görə mən səni cəzalandırıb göndərirəm. Sən kəşfiyyatı qaçırmısan, sən nə bilim, qeyri-peşəkarlıq eləmirsən, buna görə yox. Pul açmağa görə. Təbii mən bilirdim oradakı vəziyyəti. Eldar Mahmudov bütün quldurlarını oraya yığmışdı. Mən hətta bilirdim ki, yox, bilirdim demək ədalətsiz olar. Ehtimal edirdim ki, həmin flash kartı böyük pul məbləğində məhz Eldar Mahmudovun kadrı olan Teymur Quliyev satıbdır. Monitoring mərkəzinin rəisi olmuş. O da bir gün həbsdədir. Axırıncı sualımı verdim ona. Bir çox məsələlərdən danışdık. Saat yarım söhbətimi çəkdim. O bir partiya sədrini, dedim filan partiya sizin kurasiyanızdadır. Dedi, bəli. Onu nədən bilirsiniz? Dedim, onu bilməyən yoxdur Azərbaycanda. İndi o kurasiyasını dəyişib, başqa meydana keçib, başqa cəhbiyə. Deməli, həmin o Gədəbəyə göndərdikləri işçini sonradan Mədət Quliyev qaytarıb gətirdi, cəzalandırılmış şəxs kimi və həmin antiterror mərkəzində vəzifəyə təyin elədi, rütbə verdi. Hətta bəzi şəxsi xarakterli işlərini belə ona etibar eləyirdi. Orada belə gülünç hadisələr də olmuşdu. Nəysə, bunu qoyaq kənara. Gəldim evə, dedim ki, soruşdum axırıncı sualımı, dedim bu şifrələnmiş faillərdir. Dedi, xeyr, onlar hamısı artıq formatlanıb, baxa bilərsiniz. Gəldim, baxdım bir-iki videoya, bir-iki fotoya, bir-iki telefon danışını dinlədim. Gördüm, çox iyrənc şeylərdir, açığı. Ondan sonra da baxmamışam. Mən kompromat yaymağın nəinki özündən iyrənirəm, ifadəmə görə üzr istəyirəm hər kəsdən, mən o sözün özündən iyrənirəm. Mənim ən böyük kompromat resursum buradadır. Bu günlərdə Qurban bəy, 35 il əvvəl gördüyüm tələbə yoldaşımla görüşdük təsadüfən. Söhbət eləyəndə adam heyran oldu, dedi, mən sənin yaddaşından dəhşətə gəlirəm. Mən artıq, mənlə qrupda oxumuş uşaqların soyadını xatırlamıram, sən xatırlayırsan. Bir də kompromat nədir? Şantaj materialıdır. Şantaj nədir? Şantaj ən iyrənc əməldir. Biz də təkcə şantaj olunana qarşı yox, şantaj eləyənin özü üçün də iyrənc əməldir. Təbii mən bu məsələləri yaymadım, heç bir şey eləmədim. Onlar tutuldular, getdilər. Bir də ona sual verdim. Dedim ki, dedi, ola bilər ki, mənim başıma iş gələr. Dedim, ona görə qəbristanlıqda yer almışsınız özünüzə. Dedi, bunu da bilirsiniz. Dedim, bəli, bilirəm. Hər kəs bilirdi ki, çox çirkli işlər sizin əllərinizdən görür. Anladım ki, bu materialı mənə ötürmək onun ağlının işi değildi. Onun heç səlahiyyəti də çatmırdı. Onun heç imkanı da yox idi elə bir şey əldə eləməyə. Bunun arxasında kimsə dururdu. Kim? O mənim üçün önəmli deyildi artıq. Məhz bu hadisəni xatırladığım üçün indi mən sizdən efir istədim, Qurban bəy. Təşəkkür eləyirəm, bizi izləyənləri də təşəkkür eləyirəm. Həmin dövrdə o flash kart məsələsini mən eşidəndə, məlumat alanda o barədə, onun səhərisi günü Rauf Arifoğlu ilə görüşdüm. Yeni Müsavatda müsahibədəydim. Rauf bəy sağ, mən salamat. Dedim, Eldar Mahmudovu rədd eləyəcəklər. Rauf bəy dedi ki, nə danışırsan? Bəy, onun elə nüfuzu, çəkisi, dedim, yox, yaxın vaxtda rədd eləyəcəklər. Sonra özü də etiraf elədi ki, onun üçün çox gözlənilməz oldu bu. Hətta həmin axşam Yeni Müsavat belə bir versiya yazmışdı ki, Eldar Mahmudov çıxarılan günü ki, o baş nazir gətiriləcək. Amma gündəm olan mənim yazım oldu Eldar Mahmudov haqqında. Mən bilirdim artıq həmin gün o çıxarılacaq. Yazmışdım, yazını hazır qoymuşdum. Və sərəncam verilən kimi mən o yazını paylaşdım. 200.000 dəfə oxundu o yazı. Müxtəlif media resurslarında. 200.000 dəfə. Beləliklə, mən gəldim evə, baxdım bu şeylərə, artıq başa düşdüm, hansı bir oyunda məndən istifadə eləmək istəyirlər, dövlət rəhbərliyini şantaj eləmək istəyirlər ki, mənim əlimdən bundan yararlanıb özlərini qorusunlar. Bu, iki mənada mənim üçün çox alçaldıcı bir şeydir. Bir,
ümumiyyətlə dediyim kimi kompromatdan istifadə eləmək. 2, kiminsə oyununa alət olmaq. Və bu gün də məni öz oyunlarına alət etmək istəyənlərə bir mesajım var. Hər kəsdən üzr istəyirəm. Mən ədəbsiz ifadə işlətməyəcəm. Bu, ədəbi dilimizdə olan ifadədir. Vaxtilə bir partiya sədrinə arxamca gedib danos yazan beynəlxalq təşkilatlara yüzümə gülən partiya sədrinə dedim ki, filan kəs, əgər mən fahişəlik eləmirəmsə, bu deməkdir ki, onu bacarmıram. İnan, mən onun akademiyasını açıb, ildə 100 sənin kimi məzun yetişdirərəm. 50'si də fərqlənmə diplomu. İndi həmin adamlara bir mesajım var. Rəsmi Oruclu nəinki sizi, heç kimin oyununa nə şərik, nə alət olacaq adam deyil. Ehtiyatlı olun. Mən oyun qursam, bu sizə çox baha başa gəlir. Düşünməyin ki, bunu bacarıram. Bacarıram. Amma mənim mənəvi çərçivələrim, əxlaqım buna yol verir. İndi mənim bax, bu yerdə İlham Əliyevə bir mesajım var. Bu mesajı bir romana istinadla deyəcək. Mənim sevimli, ən sevimli kitabım olan Faç Atası. Həmin o əsərdə belə bir məqam var, filmdə də var o epizod. Vito Corleone, həmin o Corleone ailəsinin başçısı mafiyos, ölümündən qabaq oğluna deyir ki, Michael, səni görüşə çağıracaqlar. Həmin görüşdə səni öldürəcəklər. O görüş xəbərini ailədən kim gətirsə, bil ki, o satdındır. Mən inanıram ki, İlham Əliyev o filmə baxır. Hörmətli cənab İlham Əliyev. İndi kim sizə kompromat yayılandan sonra xəbər gətirsə ki, bu kompromatı güya Rəsmi Oruclu yayıbdır, bilin ki, o xain. Və kompromat yayılsa sizin yaxınlarınızın barəsində, bilin ki, sizə Rəsmi Orucluya cinayət işi açmaq deyən, lazımdır deyən xaindir. Mən heç bir vaxt, heç bir zorakılığa, heç bir üsyana, heç bir qiyama çağırış eləməmişəm. Əksinə, hər zaman bunun əleyhinə çıxmışam, hər zaman da bunun əleyhinə çıxacağam. Hətta sizin hakimiyyətiniz təhlükə altında olsa belə, bunun əleyhinə çıxacağam, ona görə yox ki, mənim sizə böyük sevgim var. Əsla. Sadəcə siz ölkədə elə vəziyyət yaratmışsınız. Azərbaycanda xalq ayağa qalxsa, ən müxtəlif ölkəyə yerləşmiş təxribatçı, ekstremist, terrorçu qruplar aktivləşib meydana çıxacaqlar. Sizdən fərqli olaraq mən xalqımı sevirəm. Baxın, bunu necə ürəkdən deyirəm. Qorxmuram nə pafos ittihamından, nə saxtakarlıq ittihamından. Çünki xalqımı doğrudan sevirəm. Onun ən cahil nümayəndəsini belə sizdən üstün bilirəm. Amma nə Rəsmi Oruclunun çağırışı, nə Qurban Məmmədlinin çağırışı, nə minlərlə bizim kimi insanın çağırışı, nə dünyanın bütün süper güclərinin səyləri Azərbaycanda üsyan qaldıra bilməz. Bunu qaldıra biləcək yeganə qüvvə sizsiniz, siz hakimiyyət və siz bunun üçün lazım olanı artıqlamasını eləmişsiniz. Amma bir daha deyirəm, ölkədə hər hansı bir qarşı durma yaranacaqsa, mən son ana qədər ona qarşı çıxacağam. İndi keçək həmin bu kompromat söhbəti. Məndə müəyyən şübhələr qalmışdı ki, bəlkə bu saxtadır, bəlkə bu montajdır və s. Və bu şübhələrim 2016-cı ilin yayında tam dağıldı. Nə baş verdi? Pərviz Həşimlini tanıyırsınız.
Buradan da salamlayıram. Pərviz Həşimli şərlənib həbs olunanda MPN tərəfindən ona istintaq zamanı təzyiq olunmuşdu ki, güya ölkədə dövlət çevrilişi hazırlanır və onun ideoloji tərəfi mənəm və adını çəkmədiyim digər 3 nəfər hakimiyyət nümayəndəsini mənə gətirib qoşmuşdu. Ki, bu ifadəni ver, sənə 1 milyon yarım bax pul buradadır, veririk, özünü də göndəririk Türkiyəyə. Pərviz Həşimli bunu etməmişdi. Yeri gəlmişkən, İlham Əliyev, görürsünüz, mənim çevriliş eləmək təcrübəm var artıq. Mən bunu artıq o zaman eləmişəm, cəhd eləmişəm. Və təsəvvürünüzə gətirin, 2016-cı ilin avqustu olardı təxminən, Pərviz Həşimli ilə görüşdük. Dedi ki, bəy, bəs mən təzə sayt yaratmışam. Nə olar, mənə bir müsahibə verin də. Sizi oxuyurlar, izləyirlər. Mən ona bir müsahibə verdim. Həmin müsahibədə 2800 video söhbətini dilə gətirdi. Mən bunu yoxlamaq üçün elədim, etiraf edirəm. Bilmək istədim ki, buna reaksiya nə olacaq? Doğrudanmı bu flashkart söhbəti var? Bəlkə bunun hamısı uydurmadır. Və eşitdim ki, səhərisi günü Təhlükəsizlik Şurasının təcili iclası toplanıb və bu məsələ orada müzakirə olunubdur. Və təklif olunubdur ki, mətbuata məni nüfuzdan salan məlumat ötürsünlər. Və məlumat ötürülmüşdür. Taleyin ironiyasına baxın. Müxalif mətbuat ötürülmüşdür. Yazmışlar ki, bu Eldar Mahmudovun şantajıdır. Yəni, Ərəst Novruzlu Eldar Mahmudovun şantajını həyata keçirəndir. Və bunu kimlər idi deyən? Eldar Mahmudovun agentləri. Dəqiq bilirəm ki, agentləri. İndi bu məsələnin, bu cinayət işi deyilən şeyin müxtəlif aspektlərinə toxunmaq istəyirəm. Bu hüquqi məsələ deyil. Ataxan bəy bunu çox gözəl izah edir. Buyurun. Düz istəyirəm, Ərəstun bəy. O işə keçməmişdən öncə bir maraqlı sual var. Bayaqdan tamaşaçılar da yazırlar. Bu kompromatların başqa bir mənbədən yayılmaq ehtimalı varmı? Varsa, sizcə neçə faizdir bu ehtimal? Və hansı halda yayıla bilər o? Qurban bəy, hakimiyyət daxilində ciddi gərginlik var. Xahiş edirəm, nə isə yanlış deyirəmsə təksib edin. 3-4 ay bundan əvvəl mən rəyasət heyətində, Azərbaycan Xalq Parlamenti rəyasət heyətində demişdim ki, ölkədə gərginlik artır, böhran dərinləşir. Və bu gün də görünür ki, bu savaş davam edir. Düzdür, Ramiz Mehdiyev çevriliş hazırlayır. Amma cinayət işi bizə açılır. Bu da çox ironik bir şeydir. Bəlkə də bizi ora bağlamaq istəyirlər. Yaxşı, Ramiz Mehdiyevin 50 nəfərindən biri mən, biri Abid Qafarov, bir 10 nəfər var artıq. 40 nəfəri də tapın çıxardığında. Onlar haradadır? Yəni, bu prosesi mən görürdüm və həmin o Elman Nəsirovu, Fəzail Ağamalını ki, təhdid elədilər o hadisələrlə, bu onlara mesaj deyildi. Bu yuxarıya mesajdır. Və həmin adam da, dünən danışdığım adam da məhz mənə bunu izah elədi. Ehtimal var, kifayət qədər yüksəkdir. Çünki kompromat bu tipli hakimiyyətlərin mühüm təsir instrumentidir, vasitəsidir. İndi qayıdıram həmin mövzuya. Ataxan bəy dedi ki, bu siyasi sifarişdir. Düz istəyirəm, Ərəstun bəy, Eldar Mahmudovun həbs olunmaması bu günə qədər, azadda qalması, Ramiz Mehdiyevin özünün şəxsən haqqında bu qədər danışılsa da azadda qalması, məhz o kompromatlarla mı bağlıdır sizcə? Məncə hə. O da var. Tək o deyil, amma o da var. Varsa onda onlar nə vaxtsa yayılacaq, o divardan deyirək. Təbii yayılacaq. Bir gün asılacaqdır. Təbii yayılacaqdır. Mən məhz ona görə bugün efirə çıxdım ki, hər kəs bilsin, bu işlər mənlik deyil. Mən ölümə razılaşaram, belə şeyə əl qoymaram. Bu iyrənc bir şeydir.
Bu məsələnin hüquq aspekti. Azərbaycanda nə hüquq var, nə qanun var, nə hüquq mühafizə sistemi var, nə məhkəmə var, heç nə yoxdur. Siyasi sifariş, Ataxan bəyin bu dəyərləndirməsindən mən şərti razılaşıram. Hüquq, məhkəmə, müstəqil məhkəmə, qanun işləyən ölkədə siyasi münasibətlər yoxdur, ola bilməz. Çünki siyasi münasibətlər cəmiyyətdə, siyasi institutlar arasında əlaqələr qanun, hüquq əsasında tənzimlənir. Qanun, hüquq yoxdursa, hansı siyasi məsələdən danışırıq? Bu məsələnin siyasi aspekti. Nəhayət, şəxsi aspekti də var. Mən bu addımı özümə təhqir kimi qəbul edirəm, böhtan kimi qəbul edirəm, məni təhdid etmək cəhdi kimi qəbul edirəm. Mən heç nəyə təhdid etmək mümkün deyil. Mən heç kimdən qorxmuram. Mən heç Allahdan da qorxmuram. Mən Allahı sevirəm. Və həm də ona görə qorxmuram ki, mənim Allah qarşısında günahım yoxdur. Əgər Allah məsləhət verəcəksə, məni cəzalandırmaq. Deməli, mənim haradasa günahım var ki, mən onu özüm də bilmədən və yaxud əhəmiyyət vermədən törətmişəm. Amma mən bunu özümə bir savaş çağırışı kimi qəbul etdim, anladım və o çağırışı qəbul elədim. Mən hazıram. İndi söz sizindir. Və bugün efirə çıxmağımın başlıca səbəblərindən biri də o idi ki, bu barədə ətraflı danışım və bununla da bu mövzuda danışmağa bir dəfəlik son qoyum. Bundan sonra fəaliyyət olacaq. Siz fəaliyyətə keçdiniz, mən gözləyirəm sizin qərarlarınızı və fəaliyyəti də indi mən keçirəm. Sizin qərarlardan asılı olaraq. Ölkəyə gəlmək məsələsi bir haşiyə çıxın, bir çox insanlar bunu bilmir. Mən siyasi sığınacaq almamışam. 2016-cı ildə Amerika Birləşmiş Ştatlarına Green Card lotereyası udmuş şəxs kimi mühacirət edmişəm və ondan sonra ölkədə 2 dəfə də olmuşam. Mənim 2-ci dəfə ölkədə olan zaman səfərimlə bağlı olan reaksiyalara son qoyduğuna görə İlham Əliyevə təşəkkür edirəm. Ərəstin orucunu niyə tutulmur? Ərəstin orucunu niyə tutmurlar sualının cavabı artıq verildi. Bu mənə əsas verir ki, indi mən sual verim ki, bəs siz ölkədə olanları niyə tutmurlar? Amma bu sualı vermirəm. Birincisi çox xırda sualdır, cılız bir məsələdir. İkincisi, mən o sualın cavabını yaxşı bilirəm. Özləri də bilirlər, hakimiyyət də bilir, siz də bilirsiniz. Ehtiyac yoxdur ona. İllər boyu mənə müxtəlif əngəllər yaranır. Ölkədən çıxmağa, ölkəyə gəlməyə, pul köçürməyə, falan bu şeylər. Bundan artıq nələr yaradılıb deməyəcəm. Niyə deməyəcəm? Mən heç vaxt gileylənməmişəm. Heç vaxt deməmişəm, mənə bunu elədilər, mənə onu elədilər. Xeyr. Əgər bir insan durub gileylənirsə, mənim nöqtəyinə gəlir. Özüm üçün deyirəm bunu. Mən gileylənirəm, mən özümə inamımı itirmiş olaram. Kim mənə əlcək atacaqsa, o 2 əlcək alacaq cavabında. Kim 1 top atacaqsa, 5 top alacaq. Tam qətiyyətlə deyirəm bunu. Ölkəyə də istədiyim zaman, özüm istədiyim zaman gələcəyəm. Prokurorluq qarşısında ifadə verməyə də hazıram. Hərçənd mən onu hüquq mühafizə orqanı kimi qəbul eləmirəm. Gələcəm və susacam. Heç bir şeyə cavab verməyəcəm. Amma əgər mənə qarşı verilmiş o ittihamı nə qədər onun saxta, qondarma olmasına baxmayaraq, mən bildirirəm, qəbul etməyə hazıram, etiraf etməyə hazıram, bir şərtlə. Siz də Tərtər cinayətini törətməyinizi boynunuza götürün. Başda İlham Əliyev olmaq. Eybi yox. Mən gedərəm dövlətə qarşı çağırışa görə həbs yataram,
Siz isə dövlətə xəyanətə görə, terrorçuluğa görə. Görüşmək isə biz görüşəcəyik. Bu taleyin hökmüdür. İstəyərdim Bakıda görüşək. Mütləq görüşəcəyik. Bakıda dünyanın işini bilmək olmaz. Bəlkə də başqa bir yerdə. Məsələn, Hazırda. Bu da olabilir. Mənim hələlik deyəcəklərim bu qədər. Suallar varsa, mən məmnuniyyətlə cavablandırmağa hazıram. Teşekkürler. Teşekkürler Rəsul bəy. Hər halda mesaj ünvanına çatdı ümid edirəm. Amma ölkədə bu kompromat savaşı, bu şantaj, bu metodla siyasi mübarizə aparmaq nəticə etibarilə əslən vətənlər dövlətçiliyimizə ziddir, təhlükədir. Bunun nəticəsi bilirsiniz nədir? İstəyirəm bu sualı həm də o sahəni bilən bir adam kimi deyim. Verin mənə Rəstum. Rəstum bəy, sizcə bu kompromata görə, yəni əlində kompromat olduğuna görə nə qədər cinayətkar azadlıqda gəzir bugün? Çox. Bilmirəm sayını. Amma bilirəm ki, çox. Ümumiyyətlə, bu kompromat Sovet dövründən gəlmə bir texnologiyadır. Demokratik ölkələrdə kimisə bununla şantaj eləmək qeyri-mümkündür. Təbii kimsə şantaja gedəcəksə o qarmağa düşəcək. Amma kimsə getməyib, gedib məhkəmədə əl basıb, and içəcəksə və şikayət verəcəksə, o kompromatdan istifadə edən istənilən dövlət qurumu üçün böyük baş ağrısı, böyük problem olacaqdır. Amma görünür ki, Leninin nəvələri, Stalinin nəvələri hələ də o mühitdən çıxa bilmirlər. Və bu günəcən də insanları təhdid etmə davam eləyir. Yeri gəlmişkən, bir çoxları ortaya bir kompromat, bir video plan çıxan kimi başlayırlar ki, bəs bu, nə bilim, DTF-dır ya polis, xeyr. Azərbaycanda artıq ayrı-ayrı oliqarxlar var ki, kiçik ölçülü, gizlədilməsi asan olan video texnikanı alırlar, adamlar tuturlar, onlara pul ödəyirlər və rəqibləri haqqında, onlara qarşı çıxanlar haqqında kompromatlar toplayırlar. Bu, Azərbaycanda artıq bir bəlaya çevrilibdir. Xatırlayırsınızsa, Qurban bəy, Fərid bəy bu efirdən danışmışdı, mən də danışmışdım. Müdafiə Nazirliyində qeyri-qanuni mobil telefonları dinləmə stansiyası yaradılmışdı. Təsəvvür edirsiniz, o artıq bir balaca kamera deyil ki, cibinə atıb gətirəsən. O böyük bir qurğudur. Onu gətirirlər, quraşdırırlar və hətta prezident administrasiyasının belə telefonlarını dinləmişdilər Kəşfiyyat İdarəsində. Qanunsuz. Çünki onların belə əməliyyat tədbirləri həyata keçirmək səlahiyyəti yoxdur. Amma baxın, kim cəzalandırıldı buna görə? Heç kim. Həmin Hilal Nəcəfovu belə cəzalandırmadılar. Tərtər qatillərinin bu işə, deyək ki, bu işə təkcə aidiyyəti olanları cəzalandırmadılar. Niyə? Görünür, onların əlində nələrsə var. Burada bir məsələ mən istəyirəm aydına gətirək. Vəziyyət kifayət qədər qorxuldu. Dünyanın gözü qabağında bir şey baş verir, dostlar, əzəm vətənlər. Çox xahiş edirəm, hamı diqqətli olsun. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump haqqında Epstein materialları deyilən Amerikada bu dəqiqə konqresdə, məhkəmələrdə hallanır. Bir-birinin əleyhinə 10 minlərlə səhifə deyir, kompromat yayılır. Təsəvvür edin ki, dünyaya ağalıq edən bir dövlətin başçısını belə kasetlərlə şantaj edib, kompromatla şantaj edib, Fələstin xalqını, başqa bir dövləti yer üzündən silə bilərlər. Və bu proses göz qabağına gedir. Mən bir məsələni istəyirəm Rəstum bəy sizdən aydınlaşdıram, çünki mənim siz dediniz kompromat məsələsinə bir qədər başqa raxuşdan baxışım var. İstəyirəm tamaşaçılar üçün bir şey aydın olsun. Kompromat deyəndə nə başa düşülür? Bir. İkincisi, hər hansı vəzifəli şəxsin cinayəti haqqında
video, audio, istənilən rəsmi sənət və s. Şəklində olan subutlar, konkret cinayətləri ilə bağlı kompromat sayılırmı? 3. Dövləti idarə edən adamın özünün və ailəsinin haqqında, hətta onun törətdiyi konkret vəzifə cinayəti ilə bağlı olmasa da, şəxsi həyatı ilə bağlı bir kompromat varsa, belə adamın hakimiyyətdə qalması nə dərəcədə məntiqa uyğundur, doğrudur və belə adamların ifşa olunmaması dövlətçiliyimiz üçün hansı təhlükələri vəd edir? Bu məsələlərə, bu suallara aydınlıq gətirmək lazımdır ki, burada mən birazdan mesajları da izləyirdim. Tamaşaçılar haqlı olaraq sual verirlər. Onlar başa düşmədilər ki, siz kompromat deyəndə ki, mən istifadə eləmərəm, bu pis hərəkət deyəndə nəyi nəzərdə tutursunuz? Misal üçün, Əfəz Elsivər Əhmədlik bilirsiniz də, ölməmişdən qabaq bir müsahibə və dedi ki, bəzi şeyləri dedim, bəzi şeyləri demədim, özümlə aparam o dünya. Özüylə o dünya apardığı nə idi? Bunlar dövlətçiliyimiz üçün sonradan təhlükə yarada bilərdilərmi, yaratdılarmı? Bugünkü zülmümüzün bəlasının səbəbi olardı mı? Bəlkə də olardı, bilmərəm mən. Sizin istəyən bu barədə bir açıq danışaq, o mövzuya keçməmişdən öncə başqa mövzuya. Kompromat müharibəsindən danışaq ki, əgər belə bir material varsa, 100% var, siz dediniz ki, sizə də təqdim olunubdur, nədir, bu USB-də nədir? Flash kartda. Flash kart. O flash kartın Rəstum bəy, erməninin Rus kəşfiyyatının əlinə keçməməsinin qarantiyası varmı ki, biz arxain olaq ki, elə bu tərtər cinayətinin törədilməsində və İlham Əliyevin bu formada qatilləri müdafiə etməsində ilə həmin flash kartın rolu var. Məsələ bundadır. Mən çox xahiş edirəm bu sualları biraz aydınlıq gətirək. Qurban bəy, icazənizlə birinci kompromat nədir? Bundan başlayayım. Kompromat sırf Sovet terminidir. O kompromitiruющий materialı ifadəsinin qısaldılmış formasıdır. KGB terminologiyasında istifadə olunur. Azərbaycan dilində buna tərcümə edib ifşa edici materiallar adı veriblər və bugün hətta İngilis dilli mətbuatda, mediada, ictimai siyasi məkanda kompromat ifadəsi işlədilir və hətta onu artıq İngiliscə tərcümə ediblər, hansı ki bu orijinal İngilis dilindən gəlmə ifadədir, compromising materials. Yəni ifşa edici materiallar. Bu sırf Sovet icadıdır. Kompromat qanunsuz materialdır. Çünki o qeyri-qanuni yollarla əldə olunur. İstər insanların şəxsi həyatı haqqında, istər onların davranışı, hansısa bir əməlləri haqqında. Amma kompromat effektinə görə çox güclü bir silahdır. Məsələn, biz görmüşük ki, bir çox ölkələrdə olubdur bu. Yəni bir tək Azərbaycan, SSR, Rusiya üzərində qapılmıyor. Elə demokratik ölkələrdə olubdur ki, jurnalistlər, paparazilər, hansısa bir siyasətçini bir gizli görüş zamanı çəkiblər, kənar bir qadınla, deyək ki, yataqda olmasınlar, adicə. Vaxtilə bu, François Hollande haqqında olubdur, Fransanın prezidenti. Və siyasətçilər siyasətdən getməyə məcbur olublar. Dəniz Baykalı da euro saldırar da Türkiyədə. Dəniz Baykalı, ya burada sırf Türk metodundan istifadə elədilər də, bütün çılpaqlığıyla. Azərbaycanda da eyni sistem, Rusiyada da eyni sistem. Qərbdə o yataq görüntüləri ortaya atılsa, onu demək olar ki, heç bir media götürməyəcək. Hətta sosial mediada onu siləcəkdir. Çünki bu insanların şəxsi həyatına müdaxilə sahib. Onun fəsadları o başqa məsələdir. Kompromat, bunu mənə bir keçmiş, təcrübəli KGB əməkdaşının izah elədiyi kimi, o elə bir silahdır ki, o iki halda effektivdir. Bir, o açılmadıqsa effektivdir. İki, o sahibinə göstərdikdə, sahibi adekvat reaksiya verdikdə effektivdir. Yəni, gətirib mənim qarşıma kompromat qoyurlar, mən deyirəm ki, hə, eşidirəm, nə lazımdır.
Və yaxud deyirlər səndən kompromat var filan şey, mən bilirəm ki, elə bir şey olubdur, ondan qorxu içində oram, deyirəm nə lazımdır. Üçüncü variant belədir. Gətirib qoyurlar qarşıma kompromatı, mən deyirəm ona qarşı çox münasib yerdir. Bitdi. Bundan o kompromat bitdi. Üzrdən biraz kobud ifadə işlətdim, amma belədir. Və belə də reaksiya verilməlidir. Əgər birinci iki halda bir siyasətçiyə, dövlət xadiminə, dövlət başçısına və yaxud onun ailə üzvünə və yaxud onun hansısa komanda üzvlərinə qarşı xarici kəşfiyyat, xarici dövlət tərəfindən kompromat, təzyiq vasitəsi kimi istifadə olunursa, birinci iki halda, yəni o bundan qorxur, ehtiyatlanır, o bunun qarşılığında bütün xidməti göstərməyə razılaşırsa, bu dövlət üçün fəlakət deməkdir. Bu dövlət üçün faciə demək. Bu baxımdan ölkədə olan bütün kompromatların açılması daha vacibdir, nəinki onların gizli qalması. Çünki onlar gizli qaldıqca təzyiq təsir alətinə çevrilirlər və uzun müddətli istifadə olunurlar. Bundan başqa kompromat vasitəsilə insanı elə əməllərə sövq edirlər ki, o yeni cinayətlər törətmiş olsun və o cinayətlər haqqında da faktlar toplayırlar. Kompromat artır, şişir, öz-özünü böyüdür. Söhbət bundan gedir. Bununla mübarizə aparmaq mümkündürmü? Təəssüf ki, xeyr. Mümkün deyil. Bu çox effektiv vasitədir. Bu günün özündə də çox effektiv vasitədir. İndi xarici dövlətlər məsələsinə gəlir. Yəni. Bu barədə qısaca dedim. Bəli, hər hansı bir ölkənin rəhbəri, siyasətçisi, ola bilər, hökmən deyil rəhbər olsun, müxalifətçisi olar, onu kompromatla gətirib hakimiyyətə oturturarlar və o təsir agenti kimi fəaliyyət göstərər. Çünki o təhdid altındadır. Bu, artıq bu olubdur. Qurban bəy, mənə Şərqi Avropa ölkələrindən birinin səfiri fərqi söhbətdə Eldar Mahmudovun çıxarılması ilə bağlı bir şey dedi. Dedi, İlham Əliyev Astanadan qayıdıb, orada MDB dövlət başçılarının görüşü idi. Və aeroportda düşən kimi əsəbi vəziyyətdə özü oturub sükanın arxasına və gəlib administrasiya. Həmən sərəncam imzalayıb, Vaqif Axundovu göndərib, o zaman Dövlət Mühafizə Xidmətinin rəisi, general-leytenant Vaqif Axundov, general polkovnik. Get Eldar Mahmudovu kənarlaşdır, götür, apar evinə, onu ev tutaq elə. Dedim, nədən bilirsiniz bunu? Dedi, diplomatik dairələrdə belə söhbət gəlir ki, Putin orada İlham Əliyevi hansısa fotolarla təhdid etməyə çalışırdı. Mən düşünürəm ki, kompromatla mübarizənin ən vacib şərtlərindən biri cəmiyyətə sadə bir həqiqət aşılamaqdır. Əgər bir insanın haqqında, siyasətçinin deyək də, sadə insandan getmişdir, kompromat yayıldısa, bunu görməzdən gəlmək lazımdır. Deməli, o, hansısa şərtlərə razılaşmıyordır. Fikrimi çatdıra bildim. Nəinki kiminsə haqqında kompromat ola, o, təzyiq altında ola, dövlətin mənafeyini sata, xalqın mənafeyini sata, xarici maraqlara xidmət eləyə. Bu, açılmayan kompromat, açılan kompromatdan qat-qat təhlükəlidir. Təkcə fərdin özü üçün yox, elə dövlət üçün də, cəmiyyət üçün də, xalq üçün də. Amma təəssüflə deməliyəm ki, kompromata əhəmiyyət verməmək, kompromata gözlənilən, onu yayanların gözlədiyi reaksiyanı verməmək üçün cəmiyyət olduqca yetkin olmalıdır. Məhz bu sadə fenomeni anlamalıdır ki, əgər bir siyasətçini ifşa elədilərsə, deməli o ölkənin marağını saxlayırdı. Deməli o xidmət eləmək istəməyirdi, ona görə yayırlar. Amma siyasətçi də öz növbəsində yüksək siyasi mədəniyyət göstərməlidir, xalqdan üzr istəyib, istefa verib getməlidir. Mikrofonunuz bağlıdır. Təşəkkürlər. Başqa bir məsələdə, başqa bir variantda var. Şəxsən mən bunu
Azərbaycan siyasətində dəfələrini görmüşəm. Adamı kompromatdan əvvəl istifadə edirlər. Onun bütün lazım olan imkanların tükədirlər. Sonra da ictimai rəyə, ictimai əxlaqa son zərbəni vurmaq üçün adamı ifşa edirlər bir dəfəlik. Və kompromatı yayırlar. Kompromatın yayılması heç də hər istənilən halda onun görə tabu olunması anlamına gəlmir şəxsən məncə. Çünki konkret Azərbaycanda faktlar var. Adamlar işlədiblər uzun illər, müxalifət adı ilə, orada burada. Axırda da xalqı bu dəfə sonda vurmaq üçün ki, sən neçə illərdir buna inanmısan, bunun arxasında getmirsən, gələ, bu da sənə filan kəs. Bitirirlər. Bu faktlar da var. Mən istisna eləmirəm, amma bu hər bir hal, bu istənilən halda istisna haldır. Amma kompromat yalnız o zaman sərfəli olur ki, adamlar onu sona qədər çalışırlar ki, istifadə eləsinlər, faydalansınlar kompromatdan. Amma mənim verdiyim sualların arasında daha vacib olan başqa bir sual var. Mən onu bəlkə də sualımı formalaşdıra bilmədim. Beləsə beləyək ki, hər hansı bir dövlət xadiminin haqqında bir kompromat var. O ailəsi ilə mi bağlı, özünün şəxsi həyatı ilə mi bağlı, ya törətdiyi cinayətlərin bağlı və s. Bu adamın düşmən tərəfindən şantaj olunaraq dövlətin və xalqın əleyhinə, dövlətçinin əleyhinə addım atmağa məcbur edilməsi imkanı 100% var. Belə halda nə etmək lazımdır? Şəxsən sizin deyəcək, mən başa düşdüm ki, tamaşaçılar bunu belə başa düşür, amma yazırlar. Bayaqdan bizim bugünkü tamaşaçı kütləsi 13.800, deməli 13.804 nəfər YouTube-da bizdə izlədi, 227 nəfər həmin anda TikTok-da, bu da hardasa 14.000-dən artıq canlı izləmə deməkdir. Hal-hazırda bizi 6.412 nəfər YouTube-da izləyir, 168 nəfər də TikTok-da. İlham Əliyevin özünün və ailəsinin haqqında kompromat varsa, nəyə görə onlar yayılıb bir dəfəlik həll olunmalıdır ki, bu adam bilinsin, ya istəfə ibrət olub geçsin, ya da bir dəfəlik özü o kompromatdan xilas olsun, başlasın vəzifəni icra eləməyə. Ən qorxu odur ki, hakimiyyətdə oturanı şantaj eləyir, dövlətçilik milləti çöktürürlər, Trump, Amerika böyle dövləti başçıları şantaj edirlər. Adamı ağılı oturtla peysərində, həmin o sionistlər, həmin o beynəlxalq mərkəz, bu qabağına Epstein'in materialların gedin bombanı tökdür kömək edir İsrailə. Mən bunu belə görürəm. Bunu dünyada çoxdan belə görür. Azərbaycanda İlham Əliyev ailəsini bu formada şantaj eləmək imkanı var ikən sizdə nə etməliyik ki, dövlətimizi xilas edək? Çətin sualdır. Mən onun cavabını bilmirəm, düzünü deyim. Çünki ABŞ kimi bir ölkədə Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət funksiyası həyata keçirən 16 qurumu var. Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti həyata keçirən müxtəlif sahələrdə 16 qurumu var. Və Amerika Birləşmiş Ştatlarında sizin dediyiniz məsələləri iddia eləyən xeyli Trump tərəfdarları da var. Yeri gəlmişkən tanınmış. Milyonlarla gündə YouTube-da baxışı olan podcasterlər, influencerlər var ki, məhz respublikaçılar, Trump'ın sosial dayaq olmuş şəxslər, onlar iddia edirlər ki, məhz Epstein faillərinin arxasında İsrail dayanıb, İsrailin xüsusi xidmət orqanları dayanıb və o yolla onlar Amerika hökumətini məcbur edirlər ki, İsrailin maraqlarına xidmət eləsin. Belə halda istənilən ölkədə kompromatın açıqlanması vacibdir. İlk növbədə ölkənin xüsusi xidmət orqanlarının vəzifəsi o kompromatı əldə edib onu açmalıdır. Ən azı onun haqqında məlumat verməkdir ki, bizim məsələn filan siyasətçini, filan dövlət nümayəndəsini və onun ailə üzvünü ifşa etmək üçün materiallar toplanıbdır. Bu materialları biz əldə eləmişik. Artıq bunun ölkə üçün təhdidi, təhlükəsi yoxdur. Amma istənilən halda və kompromatlar yeri gəlişə təhsil şəxsi həyatla bağlı olmur. Elə siyasi fəaliyyətlə, maliyyə fəaliyyətindən də bağlı olur. Başqa məsələlərlə də bağlı olur. Tabii. Amma bundan sonra dediyim kimi, barəsində kompromat olan siyasətçi
İstər partiya sədri olsun, istər nazir olsun, istər dövlət başçısı olsun, istənilən ölkədə istefa verməlidir və bir dəfəlik siyasətdən getməlidir. Çünki o kompromat həmişə onun üzərində bir təzyiq vasitəsi kimi qalacaqdır. Hətta belə bir açıqlamadan sonra da, belə bir təhqiqatdan sonra da. Mən başqa yolunu görmürəm bunun sözünüzü. Mən ümid edirəm ki, İlham Əliyev də mesajını aldı sizin bu cavabınızdan. Başqa bir məsələni istəyirəm belə gündəmə gətirək. Bayaq dediniz ki, sizə qarşı olan bu hücum nə ilə bağlıdır ki, sizi məcbur eləsinlər ya əlinizdə olan nəyisə yayasınız və yaxud da özləri yayıb sizin adınıza çıxarsınlar bu şeyləri. Mənim yadıma düşdü 2013-cü ildə mən həbsxanadan çıxandan sonra 2014-cü Üzr istəyirəm Qurban bəy. Üzr istəyirəm. Mən ikinci variantı dedim. Bəli. Məni heç kəs məcbur eləyə bilməz yaymağa. Mən dedim ki, həyatın bahasına başa gələ belə heç kimin haqqında kompromat yaymaram. Çünki özümü elə şeyə bulaşdırmaram.